Müəllimlərin maaşlarına yenidən baxılması təklif edilir. Mövcud qaydalara əsasən sertifikatlaşdırma imtahanından keçən vətəndaşların əmək haqları onların topladıqları bala uyğun qiymətləndirilir. Milli Məclisin Elm və Təhsil Komitəsinin üzvü Mehriban Vəliyeva deyir ki, sertifikasiya prosesi təhsilin keyfiyyətinə təsir edən iri həcmli islahat paketidir. Buna baxmayaraq, müəllimlərin əmək haqlarının diferensial şəkildə artırılması mexanizmi ümumilikdə müsbət addım olsa da, mövcud sistemdə bəzi məqamların təkmilləşdirilməsinə ehtiyac var. Lakin diferensial əmək haqqının tətbiqində 30-dan yuxarı bal toplayan müəllimlərə 10%, 50-dən yuxarı bal toplayan müəllimlərə 30% əmək haqqı artımı müəyyən mübahisə yaradır. İlk məqamda qəbul olunmuş bu qaydada 10%, 20%, 30% əmək haqqı artımının tətbiq olunması daha məqsədə müvafiq olardı. Üç istiqamətli meyarın tətbiq olunması daha yaxşı bir nəticə verə bilərdi. Ümid edirik ki, bu təklif dəyərləndiriləcək və növbəti sertifikatlaşdırma prosesində tətbiq olunacaq. Milli Məclisin Əmək və Sosial Siyasət Komitəsinin üzvü Vüqar Bayramov da mövcud sistemdəki bəzi uyğunsuzluqlara diqqət çəkib. Bildirib ki, imtahan mərhələsində 35-50 bal toplayanların əmək haqları 10, 51-60 ballıq nəticə göstərənlərin isə 35% artır. Hazırda 48-51 bal toplayan müəllimlərdə əmək haqqı artımı 35 deyil, 10%dir. Mövcud qaydalarla 83%, yəni 50 bal toplayan müəllimin maaşında 10%, cəmi 1 bal toplayanda isə 35% artım olur. Mövcud qaydalara əsasən 51 bal toplayan vətəndaşımızın təhsil verənin əmək haqqısı 35% artsa da 50 bal toplayan vətəndaşımızın, yəni cəmi 1 bal az toplayan vətəndaşımızın maaşı 10% artır. Təbii ki, əgər müəyyən bir interval müəyyənləşirsə, ondan 1 bal az toplayanın maaşı əvvəlki intervalda artır. Amma 50 bal 83,3% nəticə deməkdir və təbii ki, 80%-dən yuxarı nəticə göstərən vətəndaşımızın maaşının da 35% artması məqsədə uyğun olurdu. Deputat vurğulayıb ki, beynəlxalq qiymətləndirmə standartlarına uyğun olaraq 80%-dən daha çox nəticə göstərənlərin maaşlarının 10 deyil 35% artırılması məqsədə uyğundur. Qeyd edək ki, müəllimlərin sertifikatlaşdırılması prosesi 2022-ci ildən tətbiq olunur. Şəhla Poladova, Xəzər xəbər.